Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Ve ala alihi ve sahbihi ecma'in. Allah'a hamd olsun. 10. Peygamberi Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salam olsun, salavatı olsun. Onun yolun düzgün şekilde tutup gedenlere Allah'ın salamı olsun. Her birinizi Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşimizin oğlu əsgərlikdən gəlib. Elhamdülillah hərbi xidmətdən gəlib. İlk öncə qardaşımız üçün dua edirəm. Allah Taala gözü aydın eləsin. Allah'a həmd olsun. Rəbbimizə çoxlu şükürlər olsun. Sağ aparıb, salamat gətirib. Elhamdülillah. Və bilmək lazımdır ki, qardaşlar, hərbi xidmət, vətənimizin keşiyində durmaq, vətənimizin elhamdülillah bu torpaqlarımızı qorumaq hər birimizin boynunda bir dənə əmanətdir. Və hər bir müsəlman bu işdən, xüsusən kişilər bu işdən məsuliyyətlidir. Və İslam dinimiz, elhamdülillah bu işə bizi təşviq edib, bizi həvəsləndirib və ayələr və hədislər hamısı bildiriblər ki, bu hər bir insanın öz vətənini qoruması, onun keşiyində durması, onun müdafiəsində durması onun borcudur. Və bundan ötürü də çoxlu hədislər var, çoxlu savablar var, çoxlu əcirlər var bu işdə. Və Muhammed sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, Allah yolunda sərhəddə bir gün keşik çəkmək dünya və onun içindəkilərdən daha xeyirlidir. Və Buxari Müslim rəvayət edib bu hədisi. Həmçinin Muhammed sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, hər bir ölənin əməli kəsilir. İnsan öləndə onun əməlləri kəsilir. Bir başqa hədisdə başqa fəzilətlər var ki, o əməllər davam edir. Salih övlad, axar sədəqə və insanlara mənfəət verən elm qoyub gedmisənsə və o qiyamətə qədər davam edir. Lakin bundan başqa bir dənə də əməl var ki, o əməl də insan ölüb getdikdən sonra ta qiyamətə qədər onun da savabı davam edir. O da Allah yolunda sərhədi qoruyan, ölkəsinin, vətəninin, öz sərhədin qoruyan insandır ki, ölüb getsə belə Allah Taala qiyamətə qədər onun savabını verəcək. Yəni kəsilməyəcək onun xeyir əməli, savabı. Və həmçinin qardaşlar, hədislərin birində Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, 2 dənə göz var ki, qiyamət günü onlara cəhənnəm odu toxunmayacaq. Onlardan biri Allah üçün, Allahın qorxusundan, Allahın ayətlərin oxuduğu zaman, qiyamət günü baş verəcək hadisələri düşündüyü zaman, qiyamət günü Rəhmanın hökm verəcəyi günü düşündüyü zaman gözündən yaş gələn mömindir. Axirət günün xatırlayan mömindir ki, qiyamət günü onun gözünə cəhənnəm odu toxunmayacaq. İkincisi isə Allah üçün vətənin keşiyində duran əskərdir. Yəni qiyamət günü onun gözünə o toxunmayacaq. Həmçinin Muhammed sallallahu aleyhi və səlləm başqa hədisdə buyurur ki, kim müsəlmanları qorumaq üçün Allah yolunda keşik çəkərsə, Allah Taala qiyamət günü ona böyük əcirlər verəcək, böyük savablar verəcək. Başqa hədisdə Muhammed sallallahu aleyhi və səlləm Allah yolunda döyüşdən danışır və buyurur ki, İslamın ən yüksək nöqtəsi, ən zirvəsi Allah yolunda cihaddır, Allah üçün döyüşə çıxmaqdır. Və həmçinin qardaşlar, bilmək lazımdır ki, vətən bizə bir dənə əmanətdir. Və bilirsiniz, şəriətimizdə, dinimizdə də əmanətə xəyanət etmək böyük məzəmmət olunub. Hətta münafiqlərin əlamətlərindən də əmanətə xəyanət etmək. Vətən də bizə əmanətdir. Gərək hər bir mömin, hər bir kişi bunu dərindən fikirləşə ki, bu əmanətə xəyanət olunmasın. Həmçinin əskərlik, qardaşlar, təkcə sadəcə silah tutmaq deyil. Bir ümmətin, ölkəsinin, insanın, müsəlmanların namusun, qiriyyətin, irzin qorumasıdır əskərin vəzifəsi. Əgər Allah qorusun, bir kişinin vətəninə hücum olarsa, düşmənlər onun torpağını zəbt eləyərsə, onun, Allah qorusun, orada din də gedir, orada iman da gedir, orada namus da gedir, irz də gedir, orada müsəlmanların meçidləri də gedir. Necə bu yaxın tarix buna şahid idi. Əksəriyyətimiz buna şahid olduq, xüsusən yaşlılar. Gördük ki, yağı düşmən, ermənilər
necə zəbt elədilər zalımcasına bizim torpaqları. Uzun müddət onların işğalında qaldı. Qadınlarımızı əsir tutdular. Nə qədər kişilərimiz şəhid oldu. Allah onlara rəhmət eləsin. Allaha həmd olsun. Məscidlərimizə hətta qardaşlar, məscidlərimizi tutdular və orada donuz saxladılar. Xüsusən orada donuz saxlamaq bu müsəlmanlara sataşmaq idi. Allaha həmd olsun. Allah Taala bizə qalib bir başçı, qalib bir sərkərdə, əlhəmdülillah başçımız, prezidentimiz, sonra ölkəmiz, Allaha həmd olsun, hamı bir yumruq kimi oldu. Başda əskərlərimiz, zabitlərimiz, bütün hərbiçilərimiz, sonra xidmətə gedənlər, döyüşənlər, Allaha həmd olsun. Hamısı cəm oldu. Hamısı, əlhəmdülillah, bir şuarın altında cəm oldu. Allah Taala müvəffəq elədi, əlhəmdülillah, torpaqlarımızı geri qaytardıq. Bu böyük nemətdir. Allah Taala orada dünyasını dəyişənlərə, Allah Taala şəhidlik zirvəsinə qaldırsın, Allah Taala şəhidlərimizə rəhmət eləsin. Allah Taala orada yaralananlara, yaralanmayıb döyüşüb gələnlərə Allah Taala hamısına can sağlığı versin, Allah Taala qorusun. Həmçinin qardaşlar, vətənin keşiyində durmaq, necə qeyd elədik, böyük bir ibadətdir. Allah Taala ibadətdir və dayanan bir ibadət deyil. Əgər sən bunu eləmisənsə, vətənin keşiyində durmusansa, sərhədi qorumusansa və bunu Allah üçün eləmisənsə, inşallah insan ölüb getsə belə ta qiyamət gününə qədər onun savabı gəlir. Əslində qardaşlar, bugünkü danışmaq istədiyim mövzu tam başqa bir mövzu idi. Sadəcə qısa həm qardaşa göz aydınlığı olsun, həm də əlhəmdülillah qardaşımız sevinsin ki, onun oğlu əlhəmdülillah şərəfli bir ibadətli idi. Həm vətənin xidmətində, keşiyində, həm də böyük bir ibadət idi. Quran-Kərimdə daim oxuyub üzərindən keçdiyimiz bir surə var. Qısa o surənin inşallah izahın, təfsirin istədim danışaq. Çünki qardaşlar, surələrin tərcüməsini oxumaq, onun təfsirinə baxmaq, həmin surədən qəsd nədir, murad nədir, orada qeyd olunanlar nədir, onu bilmək insanın xuşusunu artırır. Həm ümumiyyətlə insanın qorxusunu artırır, bildiyi surələrin tərcüməsini insan biləndə və həm də qardaşlar, namazda əgər sən o surəni oxuyanda, sən özün də hiss eləyəcəksən ki, tərcüməsini bilmədiyin surəni oxuyanda, sən sadəcə namazı qıldın, qutardın, əda elədin. Boynundan belə deyək, atdın, elədin o ibadəti. Amma sən o namazdakı o surənin, təfsirin, izahın, orada baş verən hadisələri bilsin, əgər təfsirin bilsin, sən namazın daha xuşulu olacaq. Sən qıldığın namazdan ləzzət alacaqsan. Və qardaşlar, Təkəssür surəsi var Quran-Kərimdə. İnşallah istəyirəm o surə haqqında danışaq və orada İmam Sə'di Rahimahullahın qısa təfsiri var o surə haqqında, ona toxunaq. Allah Taala buyurur ki, o surədə Əlhəkumut təkəthür. Allah Taala buyurur ki, qardaşlar, çoxluqla öyünmək sizi məşğul etdi. Əlhəkumut təkəthür. Çoxluqla öyünmək, çünki ərəblərdə adət idi. Onlar nəsil əzabətlə, varla, dövlətlə bir-birinin qarşısında öyünürdülər, qardaşlar. Onlar əsas nəsil əzabətlə öyünürdülər. Amma eynisi, yəni cahil olan hər kəsdə var. Şəriətimiz bu şeyin tam əksinədir. Nə qədər bu barədə hədislər var. Kimin əməli onun qabağa atmayacaqsa, onun nəsli, nəsəbi o Allahın əzabından qurtarmayacaq. Allahın əzabından qutaran sənin xeyir əməllərin olacaq. Nəslin əzabətin yox. Nəsil əzabət burada kimlərinsə önündə, qarşısında təkəbbürlü eləməklə ola bilər. Amma Allah Subhanahu taalanın qatında nəsil əzabət var, dövlət var, heç bir fayda verməyəcək. Yevmə la yenfə'u malun və la banun deyir Allah Taala. O gün nə mal, nə dövlət heç bir fayda verməyəcək. İllə men atallaha bi qalbin səlim. Yalnız salamat qəlblə gələndən başqa. Ondan başqası heç bir fayda verməyəcək. Çoxluqla öyünmək sizi həlak elədi. Allah Taala deyir. Çoxluqla öyünmək, qardaşlar, həmçinin də mal dövlətlə və bəzən bu biz qardaşların arasına da girir bu hadisə. Birimiz öz miniyi ilə, öz miniyinin obrisindən markası yüksək olmaqla öyünlük. Bəzisi öz geyindiyi paltarla bəzən görürsən ki, taxtığı saatla göstərir ki, səndə filan saatda, məndə biraz yüksəyidir. Bəzisi haradasa kafedə, restoranda otururlar, görürsən ki, onunla öyünür bir-birinin qarşısında. Və bu hal hərdən görürsən ki, qardaşların da arasında baş verir. Bu hissi məsələdir. Allah Taala bilirsən qəlbində nəyi fikirləşdin, necə danışdın. Ona görə diqqətli ol. Danışanda ehtiyac yoxdur öyünməyə.
Vallahi o kasıb evində o şor yeyən insan da doyandan sonra, sən də doyandan sonra vallahi ikisi də eyni olur. Ehtiyac yoxdur öyünməyə. Və sən ölüb gedəndən sonrasında o yığıb topaladığın o mal dövlət, əgər Allah üçün onu xərcləməmsənsə, bilginə ki, o evlatların dağırdıb tökəcəklər, sonra kim ki varislərin onlar qıracaqlar bir-birin onun arasında bölüşdürməkdən ötürü qoyub qaldığın maşın, evlər və s. Ona görə çalış, yığıb topalamaqla bir-birimizin qarşısında öyünməyək. Allah üçün xərclə və bu səni sevindirsin. Öyünmək yox, sevindirsin. Sonra Allah Teala buyurur ki, hətta zurtumul məqabir. Və belə etdiniz, bir-birinizin qarşısında öyündünüz və beləcə də ölüb getdiniz. Və torpağa gömülməklə deyir Allah Teala, torpağa gömülməklə qəbirləri ziyarət etdiniz. Yəni heç vaxt ölümü yada salmadınız, fikirləşmədiniz ki, bir gün öləcək. Ancaq fikriniz, başınız qarışdı ancaq mal, dövlət yığmağa, çoxluqla bir-birinizin qarşısında öyünməyə, geyimlərlə, paltarlarla, miniklərlə, evlərlə və s. Bəziləri dostları ilə öyünür və s. Əgər sənin yanında təqvalı, Allahdan qorxan dostun yoxdursa, Allah qorusun səndən xeyir qaldırılıb. Çalış yanında xeyirli dostlar olsun, varlı dostlar yox. Sən əli harama uzadanda əlindən vuran, harama gedəndə səni yoldan tutub qaytaran dostun olsun yanında. Varlı pıllı qardaş yox. Daim səni nəsihət edən qardaşın. Hətta zurtumul məqabir deyir Allah Teala. Bu şeylərin heç birini fikirləşmədiniz. Hətta öldünüz, getdiniz, beləcə ziyarətlədiniz deyir qəbirstanlığı. Sonra Allah Teala buyurur, Kəllə səvfə ta'ləmun. Xeyr, siz tezliklə biləcəksiniz. Bu şiddətli bir xəbərdarlıqdır. İmam Sədi rahmehullah buyurur. Yəni, bu qəflətin nəticəsinin, ölümü siz tezliklə biləcəksiniz. Sonra Allah Teala buyurur ki, Thumma kəllə səvfə ta'ləmun. Sonra yenə xeyr, siz mütləq biləcəksiniz. Bir surədə 2 dəfə bir şeyin təkrarlanması o şeyin mühümliyi haqqında xəbər verir. Allah Teala buyurur ki, mütləq biləcəksiniz siz. Sonra yenə də buyurur ki, Kəllə ləv ta'ləmunə ilməl yəqin. Xeyr, əgər qəti biliklə bilsəydiniz, belə etməzdiniz. Bu, möminlərə aiddir. Əgər siz bilsəydiniz, belə eləməzdiniz. Bu xəbərlər sənə çatıb. Yaraşmaz bir möminə ona bu xəbərlər çatandan sonra bu şeyin üzərində davam eləsin. Mal dövlət yığmaq, öyünmək, dünyaya qapanıb gedmək. Allah Teala bu dünyaya qətiyyən dəyər verməyib. Əgər dəyər versəydi Allah Teala bu dünyaya kafiri bir saniyənin içində küfrləyən kimi batırardı. Allah Teala dəyər verməyib. Fikir ver, malı, dövləti, mülkü Allah Teala kafirlərə də verib. Dəyəri yoxdur deyənə verib. Qoy onlar yesinlər, içsinlər. Bir müddətli idi bunlar hamısı. Quran-ı Kərimdə Allah Teala buyurur. Allah Teala bəzən buraxır qardaşlar. Amma Allah Teala'nın yaxalamağı çox pis olur, şiddətli olur. Sonra Allah Teala buyurur ki, Lətəravunnəl cəhim. And olsun ki, cəhənnəmi mütləq görəcəksiniz. Bu, qiyamət günü bütün insanların cəhənnəmi görəcəyinə dair qəti bir, qorxulu bir vəddir Allah Teala tərəfindən ki, siz onu mütləq görəcəksiniz. Allah Teala Məryəm surəsində buyurur ki, qardaşlar, və in minkum illə variduhə kənə alə rabbikə hətmən məqdiyyə. Sizdən hər kəs ora varid olacaq. Hər kəs ora varid olacaq. Cəhənnəmi hər kəs görəcək. Sahabələr soruşdular ki, ya Rasulullah, necə olacaq varid olmaq? Necə yəni? Möminlər cəhənnəmi necə görəcək? Necə olacaq orada? Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Sirat körpüsü cəhənnəmin üstündən keçir. Cənnətə yolu oradan keçir. Hər bir insan oradan keçəcək, görəcək. Əgər kimin o Sirat körpüsü qardaşlar əməllərin sayəsində və Rəbbin, Rəhmanın rəhməti sayəsində oradan keçəcəksən. Əgər əməllərin az olsa, asiliklərin, günahların, zülümlərin çox olsa, Allah qorusun. Ola bilsin ki, insan bir neçə addımdan sonra onun xeyir əməllər qutarsın və otursun o da. Muhammed sallallahu aleyhi ve sellem hədislərdə buyurur ki, cəhənnəmin içindən qırmaqlar atılacaq Sirat körpüsünə. Kim ki asidir o qırmaqlar ilişəcək ona, çəkəcək o da. Amma xoş o adamların halına ki, oradan bir göz qırpımında keçəcək. Sürətli əsən küləyin sürətində keçəcək. Bərk qasan atın sürətində keçəcək. Qaça-qaça keçənlər olacaq. Allahdan istəyir, Allah Teala bizi bir göz qırpımı oradan keçirsin. Çox şiddətli bir an olacaq. Bunun üçün dua edin Allahdan. Həmçinin qardaşlar sonra Allah Teala buyurur ki, "Thumma latarawunnaha aynal yaqin." Yəni da Allah Teala buyurur ki, sonra onu gözlə görünən yəqinliklə görəcəksiniz. Gözünüzlə görəcəksiniz, yəqin olun. Allah Teala sonda buyurur ki, "Thumma latus'alunna yawma idin anin na'im." Sonra
o gün sizə verilən nemətlərdən mütləq sorğu-sual olunacaqsınız, deyir Allah Teala. Qardaşlarım, Allah Subhanahu Taala'nın verdiyi o nemətlərin şükrün vermək lazımdır. Qəlblə, dillə, əzalarla Allah Teala'ya şükür eləmək lazımdır. Qəlblə, əlhəmdülillah, etiqadın olsun ki, bu nemətləri sənə Allah verib. Dillə dilə gətir. Həmd ilə, əlhəmdülillah de. Danış ki, və əmmə bi ni'məti rabbikə fəhəddis. Allah Teala'nın sənə verdiyi o nemətlər barəsində danış, deyir Allah Teala. Etiraf elə ki, bu nemətlər Allahdandır. Və sonra əməllərində göstər. İbadətləri ilə, itaətləri ilə, gecə namazları ilə, gündüz orucları ilə, camət namazını məsciddə qılmaqları ilə, gecə məscidə gəlib gedməkləri ilə göstər şükrün Allaha. Və bu zaman şükrün verəcəksən. Və bilginən ki, qiyamət günü Allah Teala soruşacaq nemətlər haqqında. İlk öncə vaxt nemətindən soruşacaq Allah Teala. Sonra əmnamanlıq nemətindən soruşacaq. Necə İmam Sa'di rahmehullah buyurur. Əmnamanlıq neməti böyük nemətdir. Allah qorusun. Ətrafımız od, alovdur. Baxın ölkələrə. Elhamdülillah. Allah Teala qoruyub ölkəmizi. Dua eləyin bundan ötürü. Vallahi. Dua eləyin ölkəmizin əmnamanlığına ötürü. Başçımızdan ötürü dua eləyin. Fikir verməyin o danışanların danışığına. Paxılların, həsədkarların, fitnəkarların, ölkənin əmnamanlığın pozulmasını istəyənlərin danışığına fikir verməyin. Vallahi dua eləyin namazlarınızda. Başçı üçün dua eləyin. Onun sabitliyi üçün, Allah Teala onun qoruması üçün dua eləyin. Vallahi bizim başçıdan demək olar ki, çox azdır. O cür başçı. Allah Teala qoruyub. Elhamdülillah, bunun ötürü dua eləyin. Əmnamanlıq nemətindən ötürü soruşulacaq. Həmçinin qardaşlar, vaxt, sonra malı necə qazandın və necə xərclədin və həmçinin sağlamlıqdan da soruşulacaq və bu nemətlərdən qiyamət günü soruşulacaq. Allahdan istəyirəm, Allah Teala bizə işli faydalardan eləsin. Allah Subhanahu Taala bizi irəlilədikdən sonra geriləməkdən qorusun. Allah Teala məscidimizi, cəmaatımızı, qəsəbəmizi qorusun. Allah Teala bizi daim Quran və sünnə üzərində eləsin. Bir daha qardaşıma göz aydınlığı verirəm. Allah Teala elhamdülillah qorusun. Allah həmd olsun. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin.